Məsələlərə toxundu, xüsusilə də bildirdi ki, belə beynəlxalq tədbirlər keçiriləndə Qərb mediası işə düşür. Azərbaycana qarşı qərəzli çıxışlar edir. Dövlət başçısı həmçinin Birləşmiş Ştatların keçmiş rəhbərliyi dövründə Bakı-Vaşinqton münasibətlərinin heçə endirildiyini vurğulayıb. Biz isə bu məsələni siyasi şərtçi Mübariz Göyüşlü ilə birlikdə müzakirə edəcəyik. Xoş gördük Mübariz müəllim. Salamlayıram, hər vaxt. Mübariz müəllim, elə tədbirdən danışmışkən elə bununla başlamaq istəyirəm. Biz ümumiyyətlə Qərb mediasının Azərbaycana qarşı həmişə qərəzli çıxışını görmüşük. Bunu hansı ki biz COVID-19-da da necə deyirlər ki yaşadıq. Eyni zamanda Vətən müharibəsində bunun yəni əyani olaraq gördük. Niyə ümumiyyətlə belə böyük tədbirlər keçiriləndə həmin o Qərb mediası belə həssaslıqla yanaşır məsələyə? Təşəkkür edirəm və çox təəssüf edirəm ki, Qərb mediası hər zaman bizə təlqin etməyə çalışdıqları prinsiplərdən çıxış etmirlər. Nədir bu? Obyektivlik, ədalətlilik, qərəzsizlik. Biz Azərbaycana münasibətdə, elə Türkiyəyə də münasibətdə həmin medianın bu prinsiplərdən yanaşmasını görə bilmirik. Ya faktları təhrif edirlər, ya faktları görməzdən gəlirlər. İstənilən halda Azərbaycanın apardığı ədalətli mübarizəyə nəinki Azərbaycan üçün, nəinki region üçün, bütövlükdə bütün dünya üçün, bəşəriyyət üçün apardığı mübarizəyə kölgə salmağa çalışırlar. Və onların bu davranışı Qlobal Bakı forumu ilə məhdudlaşmır ki, onlar bundan əvvəl COP29 çalışmalarında da və Azərbaycanın qoşulmama hərəkatına rəhbərliyi dönəmindəki o qlobal fəaliyyətlərində də biz hər zaman onlardan qərəzli münasibəti görürdük. Buna baxmayaraq Azərbaycan öz çalışmalarını davam elətdirir. Biz çox təəssüf edirik ki, onlar belə bir mövqe tuturlar. Amma onlar belə bir mövqe tuturlar deyə Azərbaycan öz haqlı davasından da geri çəkiləcək deyil. Və onların bu faktları təhrif etməsini də biz zaman-zaman gündəmə gətiririk. İstər daxildə, istər xaricdə bir sıra qərəzli şəxslər də, təşkilatlar da bizim bu fikirlərimizi qeyri-ciddi şəkildə təqdim etməyə çalışırlar. Amma cəmi bir neçə həftə bundan əvvəl biz nələri müşahidə elədik? Trump administrasiyasından, onun komandasının üzvü olan şəxslərin, istər Amerikadakı mediaya qarşı, istər digər qərb ölkələrindəki mediaya qarşı bir sıra faktlar səsləndirdilər. İstər korrupsiya, istər rüşvətxorluq, istər onlara ayrılan maliyyənin düzgün sərf olunmaması, eyni zamanda USAID təşkilatından da bağlı. Yəni artıq bütün dünya şahidi oldu ki, bu faktlar, bizim tərəfindən səslənən bu faktlar qeyri-ciddi deyil. Bunlar çox ciddi bir məsələlər idi. Və həmin medianın iç üzünü elə onların öz ölkələrinin rəhbərliyi və təmsilçiləri açdılar. Mən bir daha çox təəssüf edirəm ki, onlar jurnalist etikasına, jurnalist əxlaqına sığmayan şəkildə davranış göstərirlər. Mən xüsusən qeyd eləmək istəyirəm, 2020-ci il 2-ci Qarabağ müharibəsi zamanı onlar Azərbaycan prezidenti cənab İlham Əliyevlə müsahibədə bir sıra qərb jurnalistlərinin biz jurnalist kimi deyil, bəzi hallarda müstəntiq kimi çıxış etməyə çalışdığını, bəzi hallarda isə konkret tərəf tutduğunun şahid olurduq. Amma onlar unudurdular ki, onların qarşısındakı hazırlıqlı bir liderdir, bu İlham Əliyevdir və hər birisini də dəqiq faktlarla orada susturmağı bacardı. Aydındır. İstəyirdim ki, bir məsələdə toxunaq. Azərbaycan prezidenti qeyd elədi ki, ümumiyyətlə hər zaman Amerika Birləşmiş Ştatlarından Azərbaycan arasında münasibətlər çox yaxşı olubdur. Amma Biden administrasiyası dövründə bu münasibətlər özünüz də gördünüz. Biz onda Vətən müharibəsini bitirmişdik. Yəni, harasa noyabrların sonuna doğru artıq yeni administrasiya formalaşdı Amerika Birləşmiş Ştatlarında və ondan sonra başladı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə. Azərbaycan prezidenti də xüsusi vurğuladı ki, Blinkenin Azərbaycana ümumiyyətlə olan münasibətlərimizi heçə indirib. Bundan sonra hansı gözləntiləriniz nədir Amerika Birləşmiş Ştatlarından güc ölkəsi olaraq? Doğru qeyd edirsiniz. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə öz ərazilərinin işğalda olmasına baxmayaraq NATO-nun sülh naminə tərəfdaşlıq proqramından tutmuş, terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və digər məsələlərdə çox fəal əməkdaşlıq edibdir. Yəni bunları unutmaq mümkün deyil və Amerikanın həmin dövrdəki administrasiya nümayəndələri də, rəhbərliyi hər zaman bu məsələləri, bu faktları qeyd edibdir. Və Biden administrasiyasının dövründə çox təəssüf edirəm ki,
Amerikanın bir sıra qurumları, elə o Biden komandasının üzvü olan dövlət katibinin, onun müavinlərinin və bir sıra digər ictimai siyasi təşkilatların, bəzi rəsmi qurumların da əsassız ittihamlarına və çıxışlarının biz şahidi olduq. İstər Qarabağ problemi həll olandan sonra oradakı güya ermənilərin dırnaqarası hüquqları ilə bağlı, İstər Azərbaycanın daxili siyasi məsələlərinə aid olan məqamlarla bağlı və s. digər, yəni biz onların bu qərəzli çıxışlarını şahidi və nəticə nəyə gəlib çıxdı? Nəticə ona gəlib çıxdı ki, Azərbaycanla Amerika münasibətləri Azərbaycandan asılı olmadan minimum səviyyəyə gəlib çıxdı. Əlbəttə, biz heç bir təhdid və şantaj qarşısında baş əyəcək bir ölkə deyilik. Yəni, əgər Amerika Birləşmiş Ştatları Ermənistanla eyni münasibəti Azərbaycana da göstərmək istəyirsə, burada yanlışlıq var. Azərbaycanla münasibətlər bərabər hüquqlu tərəfdaşlıq səviyyəsində qurulacaqdır. Və biz hər zaman da bəyan elədik ki, yenidən Amerika ilə münasibətlərin əvvəlki səviyyədə olması üçün Azərbaycan yenə də öz üzərinə düşən məsələləri həyata keçirməyə hazırdır. Lakin diktə dili ilə danışmaq, Azərbaycanı, indi məsələn biz Paşinyanın nümunəsində görürük, Ermənistanı poligona çeviribdir faktiki olaraq. Qərb ölkələrinin, Amerikanın, Avropa İttifaqının və hətta bəzi məqamlarda NATO-nun poligonuna çeviribdir, Rusiyaya qarşı konkret desək. Azərbaycan heç bir ölkəyə qarşı öz ərazisinin poligon kimi olmasına icazə verməyəcəkdir. Və s. bu cür məsələlər hesab edirəm ki, Biden administrasiyasının, prezidentin özü və onun komandası tərəfindən yanlış anlaşılmalar oldu və yanlış davranışlar oldu və nəticədə də təbii ki, biz öz müstəqil siyasətimizdən imtina edəcək deyilik. Belə bir situasiya yarandı. Mən düşünürəm ki, hazırki prezident Donald Trump, onun administrasiyası bu durumları düzəltmək üçün çalışmalar göstərə bilərlər. Və dəqiqləşməmiş məlumata görə artıq Trumpın nümayəndəsinin də Moskvadan sonra Bakıya gəlməsi ilə bağlı fikirlər var. Yəni, dəqiqləşməmiş informasiyadır. Yəqin ki, gün ərzində hansısa bir məlumatlar da olacaqdır. Hesab edirəm ki, Azərbaycanın regionda və həm də dünyada oynadığı rolu nəzərə alaraq Vaşinqton bu münasibətləri əvvəlki vəziyyətə qaytarmalıdır. Mübariz müəllim, bir də bir məsələyə istərdim münasibət bildirək. Azərbaycana qarşı sanksiyalarla bağlı. İstərdim o sanksiyalardan danışaq. Xüsusilə bu vətən müharibəsindən sonraki mərhələlərdə özünü göstərməyə başladı. Bir də işğal dövründə, əgər xatırlayırsınızsa, 907-ci düzəliş var idi ki, bunu birbaşa burada Joe Biden'in özü rol oynuyordu. Təsəvvür edin ki, əraziləri, torpağı işğala məruz qalan biz, 1 milyona yaxın məcburi köçkün, infrastruktur dağılan və çətin vəziyyətə düşən də biz və sanksiyaya məruz qalan tərəf də biz. Yəni, bax bu, mən sizə deyim ki, artıq elə dırnaqarası qərb ədalətidir. Biz bu ədaləti bir müddət bundan əvvəl Vaşinqtonda Ukrayna və Amerika arasında gedən danışıqlarda da çox təəssüf ki, müşahidə etdik, belə deyək, öz müttəfiqinə qarşı olan bu münasibət. Mən hesab edirəm ki, 907-ci düzəlişin, Azadlıq Müdafiə Aktının 907-ci düzəlişinin aradan qaldırılması üçün Amerikanın hazırki administrasiyasının, Konqres, Senat və digər qurumlarının çalışması lazımdır. Düzdür, bununla bağlı indi müxtəlif müraciətlər də olur. İstər Amerikadakı Yəhudi icması, İstər Azərbaycanı və ədalətin tərəfini tutan qüvvələr, qruplar bu istiqamətdə müraciətlər edirlər. Və mən də qeyd edeyim ki, artıq münaqişə də sona çatıbdır və hətta Azərbaycanla Ermənistan arasında sülh sazişinin hər günmü deyək, hər həftəmi, hər an imzalanma ehtimalı var. Və bu cür qərarlar 907-ci düzəliş olsun, ATƏT-in Minsk qrupu olsun və keçmişin qalığını xatırladan bütün məsələlərin ləğv olunması lazımdır. Yəni, yeni bir səhifə açılması lazımdır. Həqiqətən, əgər Cənubi Qafqazda bu dövlətlər istəyirlərsə ki, sülh və sabitlik olsun, həmin o məsələlərin hamısının ləğv olunması lazımdır. Bir də orada Azərbaycan prezidenti ATƏT Minsk qrupuna da münasibət bildirdi. Biz bilirik ki, artıq Azərbaycan üçün bu, belə deyək ki, Minsk qrupunun elə bir əhəmiyyəti yoxdur artıq. Çünki BMT-nin 4 qətnaməsini Azərbaycan özü
belə deyək, həll edəndən sonra artıq o qurumla demək olar ki, bizim əlaqələrimiz və heç bir kontaktımız qalmayıbdır. İstəyirdim bu məsələdə münasibət bildirəsiniz. Ümumiyyətlə biz bilirik ki, ATƏT Minsk qrupunun tərkibində həm də Amerika var. Amerikanın mövqeyi necə olacaq? Çünki Azərbaycanın bugün istəyi, hətta qarşı tərəfə də, Ermənistana da xatırlayırsınızsa bunu təklif eləmişdi ki, birgə Minsk qrupundan imtina edək. Ümumiyyətlə Amerikanın mövqeyi necə olacaq? Faktiki olaraq Minsk qrupu mövcud deyil. Yəni bunu əslində iki proses aradan qaldırdı. Bir, Azərbaycanın Qarabağ müharibəsindəki zəfəri, Azərbaycanın yaratdığı reallıq. Digər bir məsələ də Rusiya-Ukrayna müharibəsi nəticəsində bu Minsk qrupunun 3 həmsədri arasında yaranan soyuqluq, bu da Minsk qrupunu faktiki olaraq bitirmiş oldu. Yəni xatırlayırsınızsa Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra Minsk qrupu adına deyil, bölgəyə səfərlər prezidentlərin nümayəndəsi və digər adlar altında bu məsələlərlə məşğul olan şəxslərin səfərləri olurdu. Amma konkret olaraq ATƏT Minsk qrupunun həmsədrləri səfər etdi deyə bir məsələni biz qarşılaşmadıq. Yəni bunun özü belə göstərir ki, artıq bu qurum yoxdur. Yəni real olaraq yoxdur. Qalıb bu yalnız sənəd üzərində. Hətta mən sizə deyim ki, real olan vaxtlarda da biz ATƏT Minsk qrupunun elə bir ciddi çalışmalarını və nəticəli bir çalışmalarını görməmişdik. Turist səfərləri idi, gəlirdilər, gedirdilər və hətta onların bir ATƏT sədrinin nümayəndəsi vardı, Anjey Kaspişik. Biz onun hansı bir fəaliyyətlə məşğul olduğunu, əməli bir çalışmasını görə bilmirdik. Yəni bu mənada mən düşünürəm ki, artıq mövcud olmayan qurumu da sənəd üzərində saxlamağın da bir əhəmiyyəti qalmayıbdır və bu günlər artıq bütün ədalət istəyən dövlətlər, regionda sülh istəyən dövlətlər Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı razılaşmanın əldə olunmasını alqışlayırlar, təqdir eləyirlər. Və bunun özü də Minsk qrupunun arxiv olduğunun göstəricisidir. İndi bu formal məsələdən mən bu günlər rastlaşdım. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın çox təəssüf edici bir bəyanatından mən rastlaşdım ki, biz sənədi imzalayaq, bu sənədin sülh sazişi imzalayaq, bu Minsk qrupunu aradan çıxaracaqdır. Bilirsiniz, bu şəkildə davranışlarla mən hesab edirəm ki, problemi həll etmək mümkün deyil. Bu problemi həll etməyə çalışmaq deyil, onun ətrafında dolanmaq deməkdir. Ona görə də mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının hazırki administrasiyası da bu məsələyə razılıq verməlidir və yəqin ki də razılıq verəcək. Artıq reallıqlar tamam fərqli istiqamətdədir və ATƏT Minsk qrupunun mövcud olması üçün, hətta sənəd üzərində qalması üçün heç bir məsələ yoxdur ortada. Aydındır. Siz az öncə Hüseydlə bağlı bir məsələyə toxundunuz, amma istəyirəm mən bu məsələni biraz geniş müzakirə edək. Bildik ki, artıq Hüseydin saytı bağlandı. Ümumiyyətlə, belə deyək ki, bu təşkilatla bağlı bir sıra faktlar üzə çıxdı. Sualım isə bundan ibarətdir ki, ümumiyyətlə bu təşkilat Amerika Birləşmiş Ştatlarının, belə deyək ki, hansı formada, belə deyək ki, siyasətini üzə çıxartdı? Yəni, söhbət amma Joe Biden administrasiyasından gedir. Onların özləri də bu istiqamətdə faktlar açıqlayırlar. USAID-in fəaliyyəti təhsil, səhiyyə, müxtəlif inkişaf proqramlarını dəstəkləmək olmalı idi. Yəni sənəd üzərində. Amma artıq açıqlanan faktlara görə burada da çox böyük korrupsiya faktları ortaya çıxır. Bir sıra ölkələrdə qeyri-legal çalışmalar, bir sıra ölkələrdə siyasi proseslərə açıq şəkildə müdaxilələr, hakimiyyət çevrilişləri və minlərlə, milyonlarla insanların belə deyək də çətin durumlara salınması, o hakimiyyət çevrilişləri ixtişaşlardır, gərginliklərdir. Hətta mən sizə deyim ki, yaxın şərqdə terrorçuların belə qərargahından USAID-ə aid əşyaların, üzərində emblemi olan əşyaların aşkarlanmasını biz görürdük. Yəni, bütün bunlar hamısı bu təşkilata dəstək verən Joe Biden administrasiyasının, köhnə administrasiyanın çalışmalarının nə qədər negativ bir fonda və tonda olduğunu göstərirdi. Və Azərbaycan niyə qara siyahıya salınırdı Joe Biden administrasiyasının vaxtında? Məhz bu cür faktlara yox dediyi üçün, bu cür məsələlərlə razılaşmadığı üçün, USAID-in Azərbaycanda geniş şəbəkəsinin qurulmasına və Azərbaycana qarşı fəaliyyətini dözmədiyi üçün, ləğv etdiyi üçün bu məsələləri. İndi görürsünüz, bütün digər ölkələrdə bu məsələlər, Amerikanın özü də daxil olmaqla bu məsələlər aşkara çıxır. Və
Amerika bir dövlət olaraq hazırki administrasiya, Trump administrasiyası Elon Musk'ın qismində, yəni bu məsələlərə belə deyək ki, əl qoyublar artıq. Yəni minlərlə işçilər ixtisar olunur ki, həmin işçilər müxtəlif ölkələrdə bax bu fəaliyyətləri həyata keçirdilər. Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq çərçivəsində olduqları ölkələrdə, olduqları yerlərdə təxribat, pozuculuq və ixtişaşların yaradılması. Amma bunun əsl mahiyyəti Beynəlxalq İnkişaf Agentliyi olaraq normal, orada mədəni, sivil fəaliyyətlərə dəstək vermək olmalı idi. Və istər qeyri-hökumət təşkilatları vasitəsilə, istər mediaya dəstək vasitəsilə onlar bu çevrilişləri həyata keçirirdilər. Daha sonra onlardan maliyyələşən şəxsləri qarşı hər hansı dövlətlər hansı addımlar atanda həmin dövlətləri qara siyahıya salırdılar. Ortaya çıxırdı dırnaqarası siyasi məhbus məsələləri və hüquq müdafiəçiləri dırnaqarası çıxırdı ortaya. Başlayırlar bu məsələlər üzərindən Damokl qılıncı kimi o dövlətlərin başının üzərində saxlayırdılar. Yaxşı ki, bu məsələlər aşkara çıxdı və artıq özləri də bunu etiraf eləyirlər. İndi Azərbaycanın bunu biz yenə də səsləndiririk, amma yaxşı ki, özləri bizdən də daha yüksək səslə bunları dilə gətirirlər. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram sizə. Qeyd edim ki, biz Amerika Birləşmiş Ştatlarının keçmiş rəhbərliyi dövründə Bakı-Vaşinqton münasibətlərinin heç endirilməsindən və bəzi beynəlxalq media qurumların Azərbaycana münasibətindən danışdıq. Müsahibimiz isə siyasi şərhçi Mübariz Göyüşlü idi. Bununla da Orta Gün bu həftəlik öz işini yekunlaşdırdı. Sağ olun.